Əgər kimiyanı başa düşmədiyini hiss edirsənsə, çox oxuyursan, amma nəticən o deyilsə və yaxud da ki, oxuduğunu anlayırsan, amma testdə tətbiq edə bilmirsənsə, həmçinin kimiyadan məsələləri həll edə bilmirsənsə, bu videoya diqqətlə qulaq as. Çünki məsələ çox oxumaqda deyil, düzgün öyrənməkdədir. Sən kitabın üzərində saatlarla da qala bilərsən, eyni mövzunu dəfələrlə də oxuya bilərsən. Amma yenə də nəticən istədiyin kimi olmaz. Bu o demək deyil ki, sən zəifsən və yaxud da ki, kifayət qədər çalışmırsan. Sadəcə olaraq düzgün metodla öyrənmirsən. Əgər düzgün yanaşma ilə öyrənsən, onda sən hətta qısa müddət ərzində belə yüksək nəticə əldə edə bilərsən. Bəs düzgün metod necə olmalıdır? Elə isə axıra qədər qulaq as, bəlkə bu deyəcəklərim sənin üçün də faydalı olar. Əvvəla onu deyim ki, hər hansısa bir fənni öyrənərkən həmin fənnin nəzəriyyəsini tam şəkildə mənimsəmək lazımdır. Baxın, əzbərçi şəkildə yox, tam və aydın şəkildə, başa düşülən şəkildə mənimsəmək lazımdır. Əgər siz fənni, belə deyim, nəzəriyyəsini yaxşı mənimsəməsəniz, mənim indi bu deyəcəyim qaydalar da təbii ki də heç bir rol oynamayacaq. Bu birinci qayda. İkincisi, praktik tətbiq. Məsələn, mən öz dərslərimdə hazırladığım PDF materiallarından istifadə edirəm ki, bu PDF materialları da adi PDF deyil. Burada mən xüsusi şəkillərdən, izahlardan və xüsusi kodlardan istifadə etmişəm. Bunun da özəlliyi odur ki, şagird oxuduqda sadəcə orada söz yığını, cümlə yığını görmür. Həmçinin orada vizuallaşdırılmış, sistemləşdirilmiş bir PDF görür. Və ona görə də şagirdin beyni yorulmur. Şagird həmin məlumatı daha rahat şəkildə mənimsəyir. Bəzən fikir verirəm ki, şagirdlər konspekt tutur və bu konspektdə kitabdakı cümlələri necə var elə də köçürürlər və dəftər cümlə yığını ilə dolur və burada heç bir rəhli qələmdən və s. istifadə etmirlər və yaxud da etsələr belə yenə söz yığını daha çox olur. Amma bu əslində yanlış bir şeydir. Çünki konspekt mövzunun qısa, sistemli və vacib hissələrinin yazılmasıdır. İndi sizə bir nümunə deyəcəm. Bu nümunə vasitəsilə konspektin necə qısa və sistemli şəkildə yaza biləcəyinizi görə bilərsiniz. Məsələn, üzvü kimyadan bir qayda deyim. Yaza bilərsiniz ki, halogen, xətt qoya bilərsiniz ki, həm əvəz etməyə, həm birləşməyə girir. Yəni burada söz şəklində yazmağa ehtiyac yoxdur. Sadəcə halogen, əvəz etmə, birləşmə. Daha sonra əvəz etmədə yanında yaza bilərsiniz ki, hidrogen əvəzlənir, birləşmədə isə yeni sinif maddə əmələ gəlir. Yəni bu şəkildə. Görürsüz, biz burada cümlələrdən istifadə etmədik. Sxemlərdən istifadə etdik və rahatlıqla bu hissəni gördükdə artıq məlumat daha tez yada düşəcək. Amma siz bunu cümlə şəklində yazsanız, məsələn, alkanlar əvəz etməyə girir halogendən, nə bilim, alkenlər birləşmə və s. kimi bu sizin beyninizi yoracaq. Amma dediyim kimi qısa şəkildə etsəniz, burada heç bir çətinliyiniz olmayacaq və siz həmin hissəni görən kimi artıq bütün məlumatlar tez yada düşəcək. Üçüncü, bəs kimyada olan məsələləri necə rahat yaza bilərik? İndi deyəcəyim qaydanı bilmirəm, tətbiq edə biləcəksinizmi, amma mən yəni dərsimdə bu metoddan istifadə edirəm. Onu da qeyd edim ki, bəzi qaydalarda olur ki, bunlar imtahan üçün vacib qaydalardır. Mən bunları artıq şagirdə yazdırıram. Məsələn, qeyd eləyim, tutaq ki, dəmir metalı hansı turşulardan girəndə 2 valentli, hansı turşulardan girəndə 3 valentli duzlar əmələ gəlir. Bunu da yenə cümlə şəklində yazdırmıram. Yenə dəmiri yazdırıram, yenə sxem qoyuram. Məsələn, bu turşulardan girdikdə 2 valentli, bundan 3 valentli. Məsələləri necə rahatlıqla işləyək? Mən necə edirəm? Deməli, məsələ həllərində istifadə olunacaq qaydalar var ki, indi deyə bilərsiniz ki, var. Təbii ki də var, yəni. Bu qaydaları mən şagirdlərə yazdırıram. Şagirdlərə yazdırdıqdan sonra artıq bunu bəzi məsələlərdə tətbiq elətdirirəm. Məsələnin artıq şərtini oxuyanda şagird bilir ki, bu qaydanı tətbiq etmək lazımdır. Amma abituriyentlərin bir çoxu nə edir? Məsələn, məsələ həllini izah edirsən, tutaq ki, məsələ həllini əzbərləyir. Ona görə də artıq onu digərini tətbiq edə bilmir. Çünki nəzəriyyəni bilmir. Amma məsələ həllərində istifadə olunacaq nəzəriyyəni bilsəniz, yəni qaydanı bilsəniz, onu rahatlıqla məsələlərdə tətbiq edə bilərsiniz. Bir də çalışın, çoxlu sayda məsələlər işləyin. Bəzən abituriyentlər, əsası 4-cü qruplar, baxıram özünü biraz asana verirlər. Yəni sadəcə deyirlər ki, toplu məsələlər işləyək, kifayətdir. Amma mən nə edirəm? Toplu məsələlərlə kifayətlənmirik. Dərsdə həmçinin əlavə olaraq düşündürücü və çətin hisslər işləyirik. Yəni bu şagirdlərin məsələ işləmək qabiliyyətini xeyli formalaşdırır. Həmçinin qaydanın harda və necə tətbiq olunacağını artıq rahat şəkildə mənimsəmiş olurlar. Olaraq onu qeyd etmək istəyirəm ki, əziz şagirdlər, özünüzü dəyərsiz və bacarıqsız hesab etməyin. Heç vaxt deməyin ki, mən bunu bacarmaram. Siz istəsəniz hər şeydə bacara bilərsiniz. Amma bir şərtlə, çalışın
düzgün metodla və sistemli şəkildə. Əgər belə öyrənsəniz, inanın ki, nəticəniz daha da yüksək olacaq və bir şey də qeyd edim ki, çox çalışmaq yox, ağıllı çalışmaq lazımdır. Və bir də əgər videonu bəyəndinizsə, sizə faydalı oldusa, səhifəmə abunə olmağı, like etməyi və paylaşmağı unutmayın.